Azərbaycanlı bəylə Türkiyəli gəlin Sevim və Elnur Bağırlı 4 il əvvəl tanış olublar. 6 ay əvvəl ailə qruplar, biri Ankaralıdır, digəri Şəmkirli. Bu iki şəhər arasında minlərlə kilometr məsafə onların sevgisinə əngəl ola bilməyib. Sevim Bağırlının Azərbaycan dilində, üstəlik rayon ləhcəsində şirin danışığı, getdiyi yerlərdən maraqlı paylaşımlar etməsi onun sosial şəbəkə istifadəçilərinə sevdirib. Qaynanası, qaynatası ilə videoları xüsusilə diqqət çəkir. Gəlin Varşavada başlayıb Bakıda davam edən olduqca pozitiv bu cütlüyün eşq hekayəsini özlərindən dinləyək. Sözünüzü önce başa düştüm, sonra yola düştüm bacılar. Özünüze mülayek olun. Yaxşı ki varsınız, yaxşı ki izlediniz. Qadınız alım. Azərbaycanca danışır, Azərbaycanı gəzir və Azərbaycanı çox sevir. Türkiyəli gəlin Sevim Bağırlı. Kaynatama kuzu kesim. Mamama da hinduşka kesim. İkisine de kesim yani. Çok tatlılar, çok seviyorum. Özü Ankaralı, həyat yoldaşı isə Şəmkirlidir. Amma sevgi hekayələri nə Türkiyədə, nə də Azərbaycanda başlayıb. Cütlük Varşavada tanış olub. Ben Polonya'ya Erasmus'la gitmiştim. Hayat yoldaşım da yüksek lisansa gitmiş. Orada aynı üniversitedeydik. Aslında nasıl karara geldik? Biraz mobbing falan diyormuşum. Aslında değil ya. Tamamen gerçekten bir insanı nasıl seviyorsan, nerede seviyorsan konum fark etmiyor yani. Tanışlıqları Elnurun xarici dil bilməyən tələbələrə sənədlərlə bağlı kömək etdiyi vaxtda təsadüf edib. Sevim də həmin tələbələrdən biri olub. Böyle yazdım ki, bəs belə mən sizə köməklik eləyə bilərəm. Təbii ki, bu ticari məqsədlə biz yazırdıq da, bunun üçün xərcliyimiz çıxırdı tələbə kimi. Gördüm ki, heç anlayış yoxdur palət dilindən. Dedim, bəs istəyirsiniz görüşək, mən sizin hansı sənədləriniz təhvil verilməlidir, hansı sizdə qalmalıdır, o müraciət formu var, onu doldurulmalıdır, onu mən sizin üçün dolduraram. Getdik, görüşdük, elə orada necə deyirlər, saqqızımı vırladım. Cütlüyün toyu həm Türkiyədə, həm də Azərbaycanda keçirilib. Üstəlik Polşada Sevim üçün dostları xına mərasimi də təşkil edib. Yani sabah nişan yaptık, akşam kına gecesi yaptık, ertesi gün düğün yaptık. Böyle bir koşturmaydı ama çok keyifliydi. Sonra hemen düğünden sonraki günde atladık uçağa, geldik Azərbaycana. Bir hafta aramız vardı. Sevimi ən çox təəccübləndirən Azərbaycandakı toy ənənələri və toy zamanı insanlara verilən yeməklərin bolluğu olub. Biz Polonya'dayken Elnur bana hep bahsediyordu. İşte diyordu ki Azerbaycan'da öyle masalar var ki işte biz öyle çok yiyoruz, içiyoruz ki falan. Ben inanmıyordum, hani diyordum ne kadar yiyebilir ki bir insan, yani ne olabilir ki? Ve artık ben onları çok sevmeye başladım. Böyle masaya oturup şenleniyoruz. Sevim Azərbaycanın adətlərini asanlıqla qəbul edib. Qaynana, qaynatası ilə də çox yaxşı yola gedir. Türk kahvesi keyfi yapıyoruz. Kesinlikle çok değerli hissettiriyorlar. Onlara da ayrı bir sevgim var. Onları da çok isteyirim. Ankaralı gəlin Azərbaycan dilini öyrənməyə çalışır, amma bəzən eşitdiyi ifadələr onu çaşdıra bilir. Yaxınlarda bir dostumun valideyni var, o da yüksək rütbəli hərbisidir. Nəsə dedi, qayıtdı, buna dedi ki, məzələnmə mənlə. Mən özüm də çox utanmışdım da, orada durdum ki, elə demək olmazdı, elə şey var. Yəni bizim öz yaş tartışlarımıza deyilə biləcək bir şeydir. Belə eşitdikcə o da maraq eləyir, həqiqətən baxıram ki, öyrənməyə çalışır, belə öyrənir. Yəni. Onlar sosial mediada maraqlı və əyləncəli videolarla böyük izləyici də toplayıblar. Bəzən mənfi rəylərlə də üzləşirlər, amma gələn mesajların əksəriyyəti dəstək və sevgidən ibarət olur. Biri girir, kommentdə yazır ki, nə oldu bir dənə Azərbaycan qız tapa bilmədin, ya nə bilim, nə belə. Hərənin öz düşüncəsi, hərənin öz həyatı, yəni mən belə seçim eləmişəm, mənim üçün həqiqətən xoşdur. Üstəgəl bu seçimi gəlib Azərbaycanda yaşamaq ayrı bir xoşdur. Arada təşrif eləmişəm, gedək gələ və ya bir şeydən inəkdən heyvanı alaq saxlayaq, ona da yaxşı deyir yəni. Elnur və Sevim deyirlər ki, bəzən aralarında anlaşılmazlıqlar da olur, amma sonda hər zaman sevgi qazanır. O Azerbaycanlıyım ben. Ben Azerbaycan erkeğiyim falan diyor bana. Ben de diyorum ki ne alaka yani, ben seni Azerbaycan'da mı tanıdım? Biz Polonya'da tanıştık. Sen de biliyorsun ki ben de Türkiye Türk'üyüm. O yüzden hani her şekilde anlaşmazlık olsa da ortada gerçekten inanıyorum ki bizim aşkımız çok büyük. O yüzden mutlaka ortak paydada buluşup çözüyoruz. Sevginin nə ölkəsi, nə dili var.
Ürəyin tapdığı ünvan xəritədə olmur. Sevim və Elnurun Polşada başlayıb Bakıda davam edən eşq hekayəsi kimi. Artık içtimaide çok meşhur olduk Dana. Məşhur oldu.